Niyə belə yaxından baxırsan? Yaxını görmürəm. Gözlərimdə problem var. Həkimlər nə deyir? Deyirlər ya iynə taxmalısan, ya da əməliyyat. Bəs desəm ki, bunun əlli daha asandır. Necə yəni? Əməliyyatsız iynəksiz? Bəli, necə? Gəlin danışım. Alimlər yaxını görmə zəifliyi probleminə yeni həll tapıblar. Hazırlanan göz damlası eynəyə ehtiyacı azaltmaq məqsədi daşıyır və əsas təsiri insanın yaxın məsafəni daha aydın görməsini təmin etməkdir. Tərkibindəki plakarbin göz bəbəyini daraldaraq əzələləri aktivləşdirir. Diklofenak isə iltihabı azaldaraq təsiri gücləndirir. Araşdırmalar göstərib ki, damladan istifadə edənlərdə cəmi 1 saat ərzində yaxını görmədə nəzərə çarpacaq yaxşılaşma yaranır və bu təsir qısa müddətli deyil, təxminən 2 il davam edir. Bu isə milyonlarla insan üçün eynəyə bağlılığı xeyli azalda bilər. Mütəxəssislər deyirlər ki, bu kəşf cərrahiyyəni və eynəyi tam əvəz etməsə də, yaxını görmə problemi yaşayanlar üçün daha rahat və təhlükəsiz alternativ ola bilər. Əgər geniş istifadəyə keçsə, həm tibbi yanaşmada, həm də gündəlik vərdişlərdə böyük dəyişikliklər yarada bilər.